Vaxtınız xeyir olsun. Deməli bu günləri həm abituriyentlər, həm MİQ, həm də sertifikasiya hazırlaşan müəllimlər üçün tayin sınaq toplusundan insan bölməsinə aid olan sınaq üçün izahım verəcəm. İlk öncə başlayırıq birinci sualdan. Birinci sualda biz nə deyir? Deyir ki, cədvələ əsasən X, Y və Z-in qiymətini təyin edin. Buradan baxırıq ki, ürək distikli verib mədəcilərin diastolası, bir də qulaqcıqların sistolası. Mədəciklərin diastolasının 0,8 saniyədə X, 0,4 saniyədə Y, qulaqcıqların diastolası 0,8 saniyədə Z, deməli 0,4 saniyədə isə A verib. Məlum məsələdir ki, burada açar deməli belə deyək ki, təyinat A-dır. Çünki A-ya baxdığımız zaman nəyi təyin edirik ilk öncə? Biz bilirik ki, 0,8 saniyədə 0,1-in qulaqcıq işləyir. Düzdürmü? Bəs 0,4-də, yəni bəs nə qədərin işləyər? O da olacaq A qədər. Bilmirik onu biz. A-mızı buradan necə taparıq? A-nı tapırıq ki, bərabərdir A 0,4 vurulsun 0,1 bölünsün 0,8. Bu burada artıq neçə eləyəcək? Deməli eləyər A bərabər neçə olar? 0,5. Deməli A-mızın qiymətini tapdıq neçə? A bərabərdir 0,5. Düzdürmü? İndi gəlirik ki, digər X, Z, Y necə tapaq? Deməli 0,4 saniyədə A-nın qiyməti neçə olur? 0,5. Mədəciklərin diastolası biz bilirik ki, normalda 0,8 saniyədə neçəyə bərabərdir? 0,5-ə bərabərdir. Yəni X-imizin qiyməti neçəyə bərabər olmuş olacaq? Mədəciklərin diastolası 0,3-ün işləyir, 0,5-in deməli diastola vəziyyətində. Qulaqcıqların sistolası 0,8 saniyədə Z verib bizə. Məlum məsələdir ki, sistola neçəyə bərabərdir? Sistola bərabər olur 0,1 saniyə. İndi 0,8 saniyədə. İndi biz A-nı 0, deməli %5-i 2-yə vurdığımız zaman, deməli bu eləyəcək 0,1 saniyə. Deməli mənim A-mın qiyməti Z-də nə olacaq? Z-də olacaq, Z bərabərdir 2A-ya. Yəni A-nın yerinə gətirib A-mızın qiymətini nə tapmışıq? 0,5. A-nı deməli 2-yə vuranda 0,1. Deməli Z-in mənim nədir? Z-in olacaq 0,10 deməli 2A kimi, yəni 2A kimi qeyd eləmiş oluram. Gəldim Y-i necə taparam? Y-i tapmağım üçün Y və yaxud da X-i. Normalında mədəciklərin diastolası 0,5 saniyədir, 0,8 saniyədir. Amma bəs 0,4 saniyədə neçə olar? Deməli 0,5-in yarısına bərabər olar. Yəni 0,5-in yarısı 0,25 kimi qeyd edirik. Bu rəqəmi tapmağımız üçün deməli mən 0,5-i nəyə vurmalıyam ki 0,25-i versin? Deməli 5-i vursam əgər 0,5-ə belə mənə nəyə verər? Deməli 0,25-i verər. Ona görə də deməli Y-im olacaq. Yazıram bura Y bərabərdir 5A-ya. Və 0,8 sikl şəraitində mənim əgər 0,5-in diastola vəziyyətində olursa, deməli A-mın da qiyməti 0,5-dir. 0,5-i də ona vuranda nəyi verəcək? 0,5-i vermiş olacaq. Ona görə də deməli cavabım hansı olacaq? A-mın da qiyməti olur. Deməli X-imin qiyməti. X-imin da qiyməti olur nə? 10A-ya bərabər olur. Deməli X oldu 10A, Y oldu 5A, Z oldu 2A. Cavab olacaq B variantı.
Yəni açar burada deyəsiz ki, ilkin öncə təyinat nədən başlayır? A-dan başlayır. A-nın qiymətini tapandan sonra aparıb bir-bir deməli yerinə qoyub tapmaq olar ki. Normalımız biz bilək ki 0,8 saniyədə 0,5-in diastoladı olur, 0,3-ün mədəcik işləyir, qulaqcığın sistolası 0,1-in deyəcəksiniz ki işlədi, 0,7-sin deməli diastola vəziyyətində olmuş oldu. Bu deməli birinci sualda oldu B variantı. İkinci suala diqqət etdiyimiz zaman baxırıq ki, həzm sisteminin ən geniş hissəsi məlum məsələdir, mədə. Ən uzun hissəsində nə ilə fərqlənmir? Ən uzun hissəsi deməli bağırsaq, nazik bağırsaq. İndi ən uzun hissəsində nə ilə fərqlənmir deyəndə mühitin pH səviyyəsinə görə bəli fərqlənir. Burada tərkibində olan fermentlərin miqdarına görə fərqlənir. Daha sonra xarici birləşdirici toxuma, orta sayı əzələ toxuma, orta sayı əzələ, daxili epiteli toxumasından ibarət, üst qatdan ibarət olması, bəli. Hər ikisində belə olduğuna görə heç birinə görə fərqlənməz. Ona görə cavab olacaq C variantı. Üçüncü sual. Doğru fikirləri seçin. Refleks qövsi orqanizmin sinir sistemi vasitəsilə qıcıqlara verdiyi cavab reaksiyasıdır. Qövs yox, refleksin özü. Yazsaydı doğru olardı. Deməli bu yanlışdır. Sadə refleksin əmələ gəlməsinə 2 növ, mürəkkəb reflekslə əmələ gəlməsinə 3 növ neyron iştirak edir. Bəli. Bu doğrudur. Sadə reflekslər 3, mürəkkəb reflekslər 5 hissədən ibarətdir. Fərqi yoxdur. Sadə, mürəkkəb hər ikisi 5 hissədən ibarətdir. Bu da yanlışdır. İnsanda bütün reflekslər baş beyin yarımşöqləri nəzarəti altında həyata keçirilir. Xeyr, bu cümləni işlədə bilmərik. Ona görə də deməli cavabımız burada olacaq yalnız 2 Y variantı. Dördüncü sual. Onurğa beynin boz maddəsi əmələ gəlməsinə iştirak etmir. Hər iki neyron dendriti iştirak edər. Ara neyron aksonu iştirak edir. Hər iki neyron aksonu deməli boz maddənin əmələ gəlməsinə iştirak etməz. Cavabımız olacaq dördüncü sualda C variantı. Vermiş maddələrdən hansı bilavasitə qana sorulmur? Glukoza sorula bilər, nukleotid, amin turşu, mineral duz. Amma yağlar limfa tərəfindən sorulduğuna görə ona görə cavabımız olacaq C variantı. Növbəti 6-cı suala baxırıq. Onurğa beynindən keçən refleks qövsləri hansı prosesdə iştirak etməz? Deməli qolun bükülməsi bu iştirak edər. Dizin açılması iştirak edər, çiyinlərin hərəkəti iştirak edər, barmaqların bükülməsi iştirak edər, amma qidanın çeynənməsi deməli baş beyində olduğuna ona görə cavabımız olacaq C variantı. Deməli 7-ci suala baxırıq. Səs telləri deyir qısa olan insanlar. Qısa olan insanlar deməli kimlər olacaq? Bunlar olur deməli qızlar. Qızlar yazırıq bura. Haqqında hansı fikir səsləndirmək olar? Məlum məsələdir, qızlarda qısa olduğuna görə səs uca olur, bir də nazik olur yəni. Onda baxaq görək hansı variantda var. Səs tellərinin rəqs tezliyi aşağı olacaq, xeyr. Qalın olacaq, qalın kişilərdə də xeyr. Səs yarğı dar olacaq, xeyr. Səs tonu uca olacaq, bəli. Cavab olacaq D variantı. Burada da oldu D variantı. 8-ci sual. Ağciyərlərdə olan alveolların miqdarı 700.000. Bir deməli kub santimetr spermada qamətlərin minimum sayından o da olacaq 20.000. 700.000-i 20.000-ə böləndə eləcək təqribən 35 dəfə çoxdur deyəcək. Ona görə cavab olacaq A variantı. Tərkibində olan suyun miqdarına görə azdan çoxa doğru düzün deyəndə bizə verilən pi toxuması verilib. Beyin, əzələ, qaraciyər və göz. Deməli, pi toxumasında faizlə verəndə, əgər miqdarına baxarıqsa, təqribən məsələn 20% qeyd edirik. Sonra beyində 85, əzələdə olar 75%, qaraciyərin özündə olar 70%, gözdə də olar haradasa 95%-ə qədər olur. Ən çox deməli gözdədir. Deməli ən sonuncu 5 olana baxacaq. 5 olan B ilə C-dir. A getdi, D getdi, Y getdi. 1-də başlayır, 1 ilə başlayır. 1 ilə başlayan 1,
Hər ikisi birinci. Deməli 1, birdən sonra gələcək 4, birdən sonra 4, sonra gəlir 3, sonra 2, sonra 5. Cavab olacaq C variantı. Börəklər çoxlu miqdarda su, glikoza və s. lazımlı maddələri itirir. Bu cür börək çatışmazlığının səbəbi nə ola bilər? Məlum məsələdir bu. Artıq sırf deməli börəkdə olan qıvrım kanalcıqları deməli əlaqəli olmuş olacaq. Görə hansı variantdadır? Qədəh bənzər kapsulun zədələnməsi. Xeyr. Artıq qədəh bənzər kapsulda iri molekullu deməli birləşmələrin deyər ki, zədələnərsə daha çox xaric etmiş olacaq. CD toplayıcı borucuqların zədələnməsi xeyr. Börəkləyənlərin zədələnməsi xeyr. CD hissəsinin iltihabı xeyr. Qıvrım kanalcıqların eptel hüceyrənin zədələnməsi bəli cavab olacaq Y variantı. Qida maddələrinin çevrilməsi bağırsağın siqilli qıyşasının səthində gedir. Bağırsaq xovlarının arasındakı məsaməyə daxil olan qida hissəsi burada həzmə uğrayır. Nazik bağırsaqda gedən bu mərhələ məlum məsələdir ki, membran həzm adlanmış olur. Cavablar Y variantı. 12-ci sual. İnsan dərində nəfəs aldıqda tənəffüs havası ilə bərabər 500 əlavə havada qəbul edir deyir. 1500 üstünə gəldim. Ümumi 2000 var. Sonra dərində nəfəs verdikdə isə udduğu havadan əlavə ehtiyat havada xaric edir. Yəni 1500-də xaric edir əlavə. Buna əsasən insan dərindən nəfəs aldıqdan sonra dərindən nəfəs verirərsə nə qədər hava xaric edər? 2000 bu, 1500-də bu. Cəmsi 3500 hava xaric etmiş olacaq. Cavab olacaq D variantı. Növbəti suala keçid edək. Eptel və birləşdirici toxumanın oxşar xüsusiyyətləri hansılardır? Eptellə məsələn, eptelin funksiyaları hansılardır? Deyəcəksiniz ki, mübadilə, ifrazat, mübadilə funksiyalarıdır. Amma birləşdirici toxumanın qidalanma, dayaq və bir də deyəcəksiniz ki, müdafiə funksiyaları olduğuna görə demək, hər ikisində oxşar hansı oldu? Müdafiə. Müdafiə. Cavab olacaq A variantı. Uyğunsuzluq müəyyən edin. Baxaq A variantına. Sinapsis birləşmə bu doğrudur. Ovula yumurta doğrudur. Soma bədən doğru. Vita həyat doğru. Amma piyozis təbiət deyil. Nədir? Ruhdur. Ona görə cavabımız olacaq Y variantı. Deməli, burada bu təbiət xeyr. Üzrüsən, burada ruh yox. Çünki psixo ruh deməkdir. Ona görə cavabımız burada yenə də fərqlidir. Yəni Y variantı burada uyğunsuzluğu pozur. Cavab olacaq elə Y variantı. 15-ci suala diqqət edirik. 15-ci sualda nəfəs alma zamanı alveollardır. Nəfəs alanda məlum məsələdir ki, artıq alveollarda olan oksigen nə edəcək? Deməli, qanımıza keçmiş olacaq. Ona görə də alveolda artıq oksigenin miqdarı azalar. İndi bizə də deyir ki, nəfəs alma zamanı alveolların daxilindəki havada oksigenin miqdarı məlum məsələdir ki, tərs mütənasib azalmağa doğru gedəcək. Ona görə cavab olacaq A variantı. Düşüncəli fəaliyyətin ali forması məlum məsələdir insanlara xassdır bu. Yəni insanların artıq etdiyi bir hərəkəti göstərmək lazımdır burada. Məsələn, baxaq, yuxarıdan asılmış bananı götürmək üçün meymunun yeşiklərdən istifadə etməsi bu düşüncəli fəaliyyətdir. Zərurət yarandıqda çobananladanın aldadıcı manaverlər etməsi xeyr. Qarğanın qrafının dibində su olan su içmək üçün kiçik daşları ora atması xeyr. Şagirdin dərs etməsi bəli, artıq bu təfəkkürünə əlaqəli olduğuna görə ən ali formada insana xəssi bu artıq. D variantı olacaq cavab. 17-ci sual. Sinir sisteminin müxtəlif şöbələr arasında əlaqə necə yaranar? Baxaq, sinir liftləri ilə xeyr. Neyronların dendritləri vasitəsilə xeyr. Neyronların aksonu vasitəsilə xeyr. Neyronların qapalı zəncir vasitəsilə. Məlum məsələdir ki, ümumiyyətlə sinir sisteminin müxtəlif şöbələrinə neyronların qapalı vasitəsilə məsələn deyək ki,
bir-birindən sinapslar vasitəsilə, rabitələr vasitəsilə birləşirlər. Ona görə neyronların qapalı zəncir vasitəsindən, məsələn, bu məktəb kitabımızda da verilib bizim. Belə deyə bilərik ki, bunu götürə bilər. Yəni neyronların qapalı zənciri vasitəsindən cavablar onda D variantı. Bir neyron dendritlə digər neyronun akson vasitəsilə xeyr, bu bir neyrondan digər neyrona sadəcə bir ötürülmədir. Ona görə Y variantı olmaz, cavablar D variantı. 18-ci sual. Yeniyetməlik dövründə hipofis və qalxana bənzər vəzlərin funksiyasının intensivləşməsi nəticəsində nə baş verir? Bu məktəb kitabımızda da verilib. Sadəcə deməli diqqətli olmaq lazımdır. A variantında deyir, ətraf mühitə adaptasiya qabiliyyətini artırır. Bunun heç bir adəti yoxdur. Yəni bu artıq böyrək üstü vəzlərlə əlaqədardır. Ona görə bunu götürmək. İnfeksiyalara qarşı immunitet artır. Xeyr. B variantını götürmürük. Sonra C. Soyuq dəyməyə qarşı müqavimət yüksəlir. Xeyr, bunu da götürmürük. İkinci cinsi əlamətlər meydana gəlir. Bəli, cavablar D variantı. Çünki yenə deyirəm, burada məktəb kitabımızda da verilib hipofisin və yaxud da qalxana bənzər vəzlərin məsələn hansı funksiya intensivləşər? Məsələn ikincili cinsi əlamətlərin meydana çıxması idi, məsələn boyatma idi və yaxud da məsələn cinsiyyət orqanlarının inkişafı idi. Bununla əlaqələndirilmiş olur, amma digər məsələn böyrək üstü vəzindən hipofisin vəzi funksiyaları isə deyərsiniz ki, bu artıq soyuq dəymə idi, orqanizmin ətraf mühitə uyğunlaşması qabiliyyəti. Bunlar sırf deməli bu vəzlərin funksiyasının intensivləşməsi nəticəsində yaranır. Ona görə cavab olacaq D variantı. 19-cu sual. Bədənimizin xarici mühitdə vəziyyətini təyin etməyə imkan verir. Bu da sırf məktəb kitabımıza uyğun olaraq yazılıb. Deməli A variantında deyir, daxili qulaqda olan kirəc daşçıqlar xeyr, gözlər xeyr, yarım dairəvi kanallar içərisində olan maye xeyr, ilbizin içərisində yerləşən reseptorlar xeyr, ayağımızın altındakı o həmin reseptorlardır ki, onlar bədənimizin deməli deyəsiniz ki, xarici mühitlə vəziyyətini təyin edə bilər. Cavabımız olar Y variantı. Bu da məktəb kitabımıza uyğun olaraq yazılıb bu sual. Növbəti suala baxırıq. 20-ci sual. 20-ci sualda nə deyir bizə? Deyir ki, sirroz, vəba, hepatit, dizenteriya verilib. Uyğunluğu quraq. Deməli, sirrozun əlaməti burada hansıdır? Sirrozun əlaməti deyəcəksiniz ki, qarında mayenin toplanmasıdır. Vəbanın əlaməti deyəsiniz ki, aşağı ətrafların qıcı olması. Hepatitin əlaməti nə olar? Hepatitin əlaməti olacaq deməli, oynaq və əzələ ağrısı. Dizenteriyanın isə yoğun bağırsağın zədələnməsi. Deməli, uyğunluq hansında olar? Bu A variantı yox. B-də də deyil, C, D-də yox. Cavablar Y variantı. 21-ci sual. Səs kirliliyinin törətdiyi fəsadlar hansı orqanlar sistemində bilavasitə təsir etmir? Qan damar sisteminə təsir edər. Bu da məktəb kitabına uyğun olaraq yazılıb. Amma yenə də normalda bilmək lazımdır ki, hiss orqanlarına təsir edər, tənəffüs sisteminə, sinir sisteminə təsir edər. Amma həzm sisteminə isə deyəsiniz ki, ümumi birbaşa olaraq yox, yəni bilavasitə təsir etmir. Dolayısıyla yolla təsir edə bilər. Həzm sistemi ona görə götürür. Cavab olacaq C variantı. Faringit haqqında hansı ifadə yanlışdır? Bax, 6-cı ziyaq yanlış deyir bizə. Burun udulağın iltihabıdır. Yəni, burun udulaq deyəndə burunla qırtlaq arasında yəni udulaq yerləşdirir. Ona görə burun bizim məktəb kitabımız yazır. Burunla qırtlaq arasında qalan hissənin iltihabıdır. Yəni, o udulaq da qırtlaqla burun arasında qaldığına görə deyirik ki, burun udulağın iltihabıdır. A variantı deməli doğrudur. Uşaqlar arasında daha çox müşahidə edilir. Bəli, yaşlılarda deyəsiniz. Yaşlılarda yüksək hərarət müşahidə edilir. Yaşlılarda yox, uşaqlarda daha çox demiş olur. Ona görə yanlış fikir, cavab olaraq C variantı. Qidanın məddə qaldığı minimum zaman bu olur 4 saat. Ərzində deyir, insan neçə tənəffüs aktı həyata keçirər? 1 saatımız 60 dəqiqədir.
4 saatimiz eləyir 60'ı vururam 4'ə. Bu eləyir 240. 1 dəqiqədə neçə akt var? 32. 240'ı da vururam. Neçəyə? 32'yə. Demək 240'da nə qədər olar? Onda da olacaq x. 240'ı da vururuq neçəyə? Deməli 32'yə cavabımız eləyəcək 7680. 7680 deməli akt həyata keçirilmiş olar. Növbəti suala baxaraq. 24-cü sual. Üzdə ifadələrin əmələ gəlməsinə iştirak edən əzələr haqqında hansı fikri söyləmək olmaz? Deməli, mimik əzələr adlanır. Bəli, bilirik ki, bu mimik əzələrdir. Bir ucu dəriyə, digər ucu sümüyə birləşir. Bəli, başın əzəllərinə aiddir. Bəli, vətərlər qısa olur. Bəli, yalnız insanlarda daha yüksək səviyyədə inkişaf edir. Xeyr, insana bənzər meymunlarda da ola bilər. Ona görə cavabımız olacaq. Deməli, Y variantı. 25-ci sual. Limfa sisteminin əsas funksiyalarına aid deyil. Toxumalardan çıxan deyir bəzi maddələrin qana qaytarma bu aiddir. Yağların bağırsaqdan sorulmasında iştirak etmiş aiddir. İmmunitet yarada bilir aiddir. Xəstəlik törədən bakteriyaya qarşı müdafiədə iştirak edir aiddir. Amma zərərli maddələrin orqanizmin xaric olmasında iştirak etmiş xeyr. Belə bir funksiya yoxdur. Ona görə cavabımız olacaq Y variantı. Əgər kapilyarların quruluşu arteriya damarlarında olduğu kimi olsaydı, məlum məsələdir, kapilyarlarda daxili qat deyirik ki, epiteli, məsələn, birləşdirici toxuma, xarici qat bunlar olmadığına görə, əgər quruluşca eyni olarsa, daxili qat epiteli, orta qatı əzələ, xarici qat isə birləşdirici toxumadan ibarət olardı. Cavabımız elə olar Y variantı. 27-ci suala baxaraq, 27-də nə deyir bizə? Epidermis verilib, bir də verilib derma. Əsasən epitel toxumasının təşkil olunub, bu aiddir 1-ə. Sonra canlı hüceyrələrə malikdir. Deməli, canlı hüceyrələrə malikdir deyəndə hər ikisi götürək. Reseptorlar yerləşir. Reseptorlar yerləşir. Deməli, reseptorlar yerləşir 3-cüdə. Sonra, yəni dermada melanin pigmenti vardır. Melanin pigmenti olan epidermissin. Sonra 5-ci vəzlər yerləşir. Vəzlər də yerləşir. Harda? Dermada. 1, 4, 2, 3, 5 cavablar A variantı. İnsanın dərisində olan vəzləri uyğunlaşdırın. Tər vəzlər verilib, süd, pi, bir də qoxu vəzləri verilib ki, baxaq, sayı 2 milyona bərabərdir. Bu A aid olacaq 1-ə. Tüşləri elastik və parlaq edir. B aiddir hara? 2-yə. Tərkibinə görə sidiyə yaxın, lakin az qatılığı olan maye ifraz edir. Bu aiddir. Deməli, tərvəzlərinə. Sonra, kişilərdə rudiment orqandır, bu süd vəzləridir. Bir də gəldi üst, ən çox qoltuq altında rast gəlinir. Bu da olacaq qoxu vəzləri. Deməli, 1-ə oldu AC, 2-yə B, 3-ə D, 4-ə Y cavabımız olar B variantı. 29-cu sual. Deyir, qazanmış immun çatışmazlığı sindromu xəstəliyini törədən viruslar insana əsasən hansı yolla yola bilər? Məlum məsələdir, plasenta vasitəsilə, yəni anadan övlada plasenta vasitəsilə ola bilər, cinsi əlaqə yolundan ola bilər və yaxud da qan vasitəsilə ola bilər ki, bunlar deməli hansı variantda verilib? D variantı verilib ki, cavabımız olar D variantı. 30-cu sual. Hansı ifadə doğrudur? Qidanın dadı yalnız dad reseptorları yalnız dad olmaz. Bu artıq yanlışdır. Çünki qoxu vasitəsində də ola bilər. B variantında dad reseptorları növünə görə həm xemo, həm mexano, həm də termoreseptorlardır. Xeyr. Dad reseptorları temperatur 10-15 sensi dərəcədə deyir.
olan qidanın dadını daha yaxşıdır. 10-15 sensi dərəcə xeyr. 15-35 sensi dərəcədə olsaydı doğru olardı. C-də getdi. Qidanın dadı dedikdə dad, qoxu və lamsə reseptorlar vasitəsilə alınan duyğuların cəmi başa düşülür. Bəli. Cavabımız olar D variantı. Şəkildə X ilə göstərilmiş əzələ. X ilə göstərilmiş əzələ deyəcəksiniz ki, hansı əzələdir? Bükücü əzələdir müəllimlər. Yəni iki başlı bükücü əzələ. Baxaq. İki başlı bazo əzələsidir. Bəli. Üç başlı bazo əzələsi xeyr. Bükücü əzələdir. Bəli. Açıcı əzələdir. Xeyr. Dörd başlı əzələdir. Xeyr. Cavabımız olar. Onda B variantı. 32-ci sual. Sinir sisteminin irsi xəstəliklərinin əmələ gəlməsinə səbəb ola bilər. Baxaq. Müxtəlif xəstəliklərin ağırlaşması. Xeyr. Müxtəlif zəhərlərin təsiri. Xeyr. Yəni bu xəstəlik ola bilər, amma irsi xəstəliyə səbəb olmaz. Narkotik maddələrdən istifadə. Xeyr. Hipervitaminozlar. Xeyr. Müəyyən hormon fermentlərin sintezinin pozulması. Bəli. Bu irsi ola bilər. Cavabımız olar Y variantı. Qadının mədəciklərinin sistdə olan müddəti ömrünün 3 ilini yuxuda keçirmiş insanın yaşına bərabərdir. 3 ilini yuxuda keçiribsə, yəni insan 1/3-ini yuxuda keçirsə də ümumi yaşının. Deməli 3 bölünsün 3/1. Bu insanın yaşını tapmağımız üçün 3 bölünsün 3/1 eləyəcək 9. Yəni bizdə riyaziyyatda belə əməl var ki, birinci olduğu kimi alır, ikincinin tərsi. Yəni 3 vurulsun 1 bölünsün 3 bu formada. O deyir 9. Deməli bu qadının mədəciklərinin sistdə olan müddəti 9 il olub. 9 il. Düzü. Biz də bilirik ki, qadının mədəciklərinin sistdə olan müddəti 9 il olubsa, bəs bunun yaşı neçə olub? Onda bunun yaşını tapmağım üçün 9 bölünsün neçə? 9'u böləcək neçəyə? 8'də 3'ə. Çünki 0,3'ün artıq deyəcəksiniz ki, mədəciyin sist olasına sərf olunur. Burada da belə tapırıq ki, bunun yaşı neçə eləyəcək? Deməli 9 vurulsun 3'də 8 tərsinə çeviririk. O da eləyəcək neçə? 24. Deməli, qadının 24 yaşı var. Bizə də deyir ki, bu müddət ərzində sol yumurtalığın iştirakı ilə minimum dediyinə görə, deməli, aybaşı sikli hansı vaxtdan başlayır qızlarda? 10-12. Minimum dediyi üçün 24-dən çıxıram neçəni? 12'nin. Bərabərdir 12. Düzü, sol yumurtalığın deyir, iştirakı ilə minimum neçə ovulyasiya prosesi baş verir. Ona görə də neyirəm? Minimum sol yumurtalıq dediyinə görə deməli 6 verəcəm, aldığım rəqəm neçə? 6'ya. Çünki minimum söz sol bir dənə hər hansı bir sol yumurtalıq deyəndə neçəyə vurmalıyam? 6'ya vurmalıyam. Onun üçün də vururam neçəyə? 6'ya ki, tapım neçə ovulyasiyası? O da eləcək 72. Cavabımız eləcək Y variantı. Azərbaycanda ilk dəfə transplantasiya aparılan orqan hansı olub? Böyrəkdir bu. Deməli bu B variantıdır. 1 kvadrat metr dəri sahəsində nə qədər tərbəsi var? 2 kvadrat metrdə 2-dirsə, 1-də də 1 olar. A. Sidik hissəsində ifraz ehtiyacı yaranmasına səbəb olan sidik miqdarında qədər qan böyrəkdən neçə saniyə keçər? Sidik hissəsində məlum məsələdir ki, 4/1 ehtiyaclı oldu. Yəni 500 millinin 4/1'ini tapırıq. O da eləyir 125 milli. 125 milli. Deyir, yaranmasına səbəb olan sidik miqdarı qədər qan böyrəkdən. Məlum məsələdir ki, 1 dəqiqədə 1 litr qan keçir. 1 litr qan keçir. Yəni saniyə ilə soruşur bizdən. 1 dəqiqəni 60 saniyə kimi yazaq. 60 saniyədə əgər deməli böyrək sözünü işlətdiyinə görə 1 litr yox 0,5 litr. O da eləcək 500 milli. 500 milli. Bəs 125'də nə qədər keçər?
125'də də x. 125'i 60'a vuraq. Bölək 500'ə. Deməli burada da 125 ilə 500 ixtisar aparanda qalır 4. 60'da 4'ə böləndə x-ım eləyəcək neçə? 15. Deməli 15 saniyə baş vermiş olacaq. Bunlar B variantı. Yəni burada 60'ı 125'ə vurub 500'ə bölürük. Yəni bu qayda ilə o da eləyəcək. Deməli 15. Cavablar B variantı. 37-ci sual. Rezus faktoru nədir? Verib 4-cü qan qrupu verib fagostoz, transplantasiya verilib ki, bunları alimləri olaraq yəni kəşf eləməsinə uyğun olaraq birləşdirəcək. Məlum məsələdə fagostoz Mesnikovdur. Rezus faktoru elə Landsteiner'dir. 4-cü qan qrupu Yanyanski'dir. Kocher'də təyən transplantasiyadır. Bu da olacaq 4'də. Elə 1'ə A, 2'yə B, 3'ə C, 4'də də D. Cavablar A variantı. Növbəti suala baxaq. İlk səsin yaranmasına səbəb olar. Bunu öz üzərinizdə də yoxlaya bilərsiniz. Məsələn, bir nəfəs alanda, deməli, nəfəs ümumi deyir ki, nəfəs verərkən, ilk səsin yaranmasına nəfəs verdiyimiz zaman, baxın, nəfəs veririk. Nəfəs verdiyimiz zaman səs yarğı başlayır orada daralmağa. Deməli, bu da nəyə səbəb olacaq? Deyirsiniz ki, səsin yaranmasıdır. Deməli, hansı varianta uyğun gələcək? Nəfəs verdiyimiz zaman səs yarğının daralması. Cavablar elə A variantı. 39-cu sual. Orqan nəqli keçirən insanlara immuniteti aşağı salan dərman preparatı verilir. Bu isə onların infeksiyon xəstəliklərə daha tez tutulmasına səbəb olur. Bəs bu dərman preparatlarının qəbulu nə üçün vacib hesab olunur? Gəlin baxaq görək. Məsələn, hansı variantda öz əksində? Ümumi immunitetin aşağı olması həmin orqanların işini gücləndirir. Yox, əksinə gücləndirməz. Zəiflədəcək burada. A variantı yanlışdır. B variantına baxaq. Digər orqanların da transplantasiya olunmuş orqan səviyyəsində işləməsi vacibdir. Xeyr, bu ümumiyyətlə adət yoxdur. C variantında immunitetin aşağı olması orqanizmin köçürülmüş orqandan imtina etməsinin qarşısını alır. Bəli, bu artıq deməli bu fikir üçün deməli doğru hesab etmiş olar. Onda cavabımız olacaq elə C variantı. 40-cı sual. Beyin qişalarının iltihabı xəstəliyi necə adlanır? Bu adlanacaq meningit və meningitdə törədən nə olur? Həm bir hüceyrələr, həm viruslar, həm də bakteriyalar ola bilər. Cavabımız olar B variantı. Bu da oldu bizim deməli Time sınaq toplusundan deməli sınaq üçün izahı. Növbəti izahlarda inşallah ki bura kanalımıza yükləyəcək. Kanalımıza abunə olub dəstək oluruq və növbəti izahlarımızı deməli kanalımıza yerləşdirəcək. Sağ olun, təşəkkürlər.